Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Bir şeirlə başlayan taleyin yarım qalan hekayəsi. Bəzən bir insanın həyat yolunu böyük olaylar deyil, bir məkanda söylənən təh bir söz bəlirlər. 1923 ili Tiflis. O dönemdə Tiflis, Qafqaz və Güney Azərbaycanın kültürel və siyasal həyatında özəl bir yerə sahib idi. Belə bir ortamda ərəb əlifbasından Latin əlifbasına keçişin tartışıldığı ədəbi bir toplantıda gənc bir şair söz alır. Onun adı Abbas Hacı Ələkbəroğlu Pənahidir. Yeni Türk əlifbası adlı şeirini oxuyar. Bu şeir teknik bir dəyişimdən söz etmirdi. Dilin sadələşməsini, xalqın aydınlanmasını və zamanla birlikdə ilərləmə arzusunu dilə gətirirdi. Şeirin ruhunda dönəmin aydınlanması düşüncəsi və milli oyanışa olan inanc açıqca hiss edilirdi. Şeir oxuma sona çatdığında toplantını yönədən Böyük Ağa Talibli gənc şairin çıxışını böyük bir təqdirlə qarşılar və ona bir təxəllüs verər. Maçolu. Onun babası Hacı Ələkbər məşrutiyyət devrimi dönəmində Xoy, Salmas və Maçuda demokratik hərəkətlərə qatılmış aydınlardan biri idi. Bu nədənlə Pənahi Maçolu üçün söz yalnızca estetik ifadə vasitəsi və aracı deyil, ictimai məsuliyyət daşıyan bir vasitə idi. ...1900 ilində Maçu şəhrində dünyaya gəlmişdi. Qafqaz ilə İran arasında yer alan bu sınır şəhri siyasal açıdan sürəkli hərəkət və dəyişim içində idi. Belə bir ortamda böyüyən bir gəncin olub bitənlərə qeydsiz qalması mümkün deyildi. Pənahi Maçolunun ailəsi aydın bir çevrədən gəlirdi. Babası Hacı Ələkbər məşrutiyyət devrimi sırasında Xoy, Salmas və Maçuda demokratik hərəkətlərdə yer almış, şəhər əncümənlərində başqanlıq etmişdi. Bu ortam Maçolunun kiçik yaşlardan etibarən tarixə, ədəbiyyata və toplumsal məsələlərə ilgi və maraq duymasına zəmin yaratdı. İlk təhsilini Xoyda aldı. Daha sonra Xeyriyyə mədrəsəsində oxuyaraq klassik və modern düşüncə biçimlərini birlikdə mənimsədi. Maçolunun ədəbiyyata yönəlməsi də bu dövrdə başladı. Hələ 15 yaşındaykən ana dilində Azərbaycan türkcəsində hizv şeirlər yazmağa başlamışdı. Bu şeirlərdə toplumun sorunlarına tənqidi bir baxış açıqca görülürdü. 1916 ilində ilk şeirinin mətbuatda yayınlanması gənc Abbasın sözün məsuliyyətini daşımağa hazır olduğunu göstərirdi. Bu şəkillənmə sürəci Pənahi Maçolunun sonrakı həyatının təməlini oluşturdu. Pənahi Maçolu gənclik illərində yazını toplumun iç sorunlarını dilə gətirən və gizlənən gerçəkləri görünür qılan bir araz olaraq görürdü. 1920'li illərdə Tiflisdə yayımlanan Yeni Fikir ruznaməsi onun düşünsel oluşumunda yeni bir rol oynadı. Burada dil, aydınlanma və milli kimlik konuları tartışılır, Maçolu isə şeir və yazılarında
hicvi tərcih edirdi. 1925 ilində nəsr bitimində qələmə aldığı Pərişan adlı uzun hekayə daha sonra Sirli Çoban adı ilə tanındı. Əsərdə kəndlilərin ağır yaşam şəraiti, ədalətsizliklər və əşirət çatışmalarının insan taleyində yol açdığı trajedilər ələ alınırdı. 1928-də İrana qayıtdıqdan sonra Pənahı Maçulu üzərindəki siyasi baskılar artdı. Məşrutiyyət devriminə dair tarixi bir əsər üzərində çalışması sırasında Tehran rejiminin sansur və kontrol siyasəti ağırlaşdı və 1935-də siyasi fəaliyyətləri və yazıları nədənilə tutuklandı. Öncə Maçu, ardından Urmiya həbsxanalarında həbs çəkdi. 1936 ilində isə Zəncana sürgün edildi. 1939-da baskıların artması nədənilə böyük həcmdə olan İran Məşrutiyyəti adlı əsərinin əl yazmasını və babasına aid məşrutiyyət dönəmi bəlgələrini məhv etmək məcburiyyətində qaldı. Bu olay onun həyatında ədəbiyyat ilə siyasət arasındakı xəttin tamamən silindiyini göstərirdi. ...1941 ilində Rıza Şahın iqtidardan uzaqlaşdırılması İranın siyasi ortamında köklü bir dəyişimə yol açdı. Bu gəlişmə Pənahı Maçulunun yenidən ictimai həyata qayıtmasına zəmin hazırladı. 1941 sonbaharında Zəncandan Təbrizə gəldi. Təbrizdə milli oyanış və siyasi təşkilatlanma güclənməkdə idi. Maçulu Azərbaycan ruznaməsində çalışaraq köşə yazıları və tənqidi mətnlərlə sürəcə dəstək verdi. 1945 ilində Azərbaycan Demokrat firqəsinə qatıldı və qurultayda Maçu nümayəndəsi kimi iştirak etdi. Azər 1945-də Azərbaycan Milli Hökuməti elan edildikdən sonra siyasi işlər dairəsində görev aldı. Bu dairə ana dilində təhsil və siyasi alanlarında önəmli bir rol öhdələnmişdi. Onun mücadiləsi artıq yazıdan çox milli azadlıq fikirlərinin həyata keçirilməsinə yönəlmişdi. 1946 ilinin desambr ayında İran ordusunun Güney Azərbaycana girməsi ilə milli hökumət yıxıldı. Baskılar başladı və Maçulu ölkəni tərk etmək məcburiyyətində qaldı. ...1946-dan sonra Pənahı Maçulu Bakıya yerləşdi. 1947-dən etibarən İnqilab və Mədəniyyət dərgisində yazılar yayımladı. Hekayələr daha sonra Təbriz Gecələri adıyla kitab olaraq basıldı. 1950-li illərdən etibarən tarixi romanlara yönəldi. Səttarxan romanı Məşrutə İnqilabının Simcə adının mücadiləsini epik bir şəkildə ələ aldı. Xiyabani, Heydər Əmoğlu, Gizli Zindan, Gecələr kimi romanlarında Pənahı Güney Azərbaycanın 20-ci yüzil siyasi tarixini ədəbi bir salnamə olaraq qələmə aldı. Pənahı Maçulunun həyat yolu göstərir ki, bəzi insanlar
zamanın axışı içində qeyb olmaz. Zaman onların səsi ilə danışmağa başlar. O, yaşadıklarını unutmadı, sözə və yazıya tökdü və gələcək nəsillərə buraxdı. Onun üçün söz və yazı, ümumiyyətlə ədəbiyyat, yalnızca bir ifadə və irtibat aracı deyildi. Azadlıq uğruna mücadilənin yolu, ədalət üçün hayqıranların səsi və milli hökumətin ideallarını yaşadan bir ortaq bilincidir. Dəyərli Araz News Radiosu dinləyiciləri, siz ilmə proqramını dinlədiniz. Bir başqa ilmədə görüşmək ümidi ilə əsən qalın.